Şirniyyat yeməyi sevir maman, yoxsa daha çox duzlu yeməyi? Şinyat. Şirniyyat. Ən sevdiyin meyvə hansıdır? Alma. Alma bir də heyvan. İl boyu alma, amma fəsillərə görə də əlavələr ola bilər də. Yayda məsələn çiyələk ola bilər, payızda heyva ola bilər, amma alma ən çox. Ən çox sevdiyin bayram hansıdır? Novruz. Novruz bayramı. Ən çox sevdiyin fəsil hansıdır? Yay. Qışda da ad günü olur, o da sevimli. Yay da istidir. Yaz. Ən çox sevdiyin yemək hansıdır? Badımcan. Badımcan sevir mama? Badımcan da mı? Badımcan dolması. Xəmir xörəklərinin əksəriyyəti ən çox güclü. Ana ən çox nəyə əsəbləşir? Olmayanda. Pul olmayanda deyirlər ki, xoşbəxt olarsınız. Anam da deyir, pul olmayanda necə xoşbəxt olarım. Yolda keçəndə istəmir. Canel bacısını incidəndə ona çox əsəbləşirəm. Cahan da olmaz deyilən şeyləri qəsdən gözümün içinə baxa-baxa eləyəndə